İkinci qrup ümumi sınaq 15-in əllərinə baxaq. Birinci sualda verilmiş kvadrat üçədliləri vurğulara ayıraq. Əbov birinci kvadrat üçədlinin bu kvadrat üçədlinin vurğulara ayırması 3, deməli n üstə gəl 3, n üstə gəl 5. İkincinin vurğulara ayırması olar n üstə gəl 3, n üstə gəl 6 bərabərdir n kvadrat çıxılsın 4n çıxılsın 21. Ortaq vurğu əbov qarşısına çıxartmaq mümkün olduğuna görə n üstə gəl 3-ü əbov qarşısına çıxarsaq qalacaq əbov n üstə gəl 5, n üstə gəl 6 bərabərdir n kvadrat çıxılsın 4n çıxılsın 21. N üstə gəl 5 və n üstə gəl 6 ardıcıl natural ədədlər olduğuna görə bunların əbovu 1-ə bərabərdir. Onda n üstə gəl 3 bərabər olar n kvadrat çıxılsın 4-dən çıxılsın 21. Alınan kvadrat tənliyi həll eləyək. 5n çıxılsın 24 bərabərdir 0. Burada 2 kök alınır. Bir kökü 8, digər kökü -3-dür. N natural ədəd olduğuna görə 8 olacaq. Və soruşulan əkov n üstə gəl 2, n üstə gəl 4-dür. Bunu da hesablayaq. Deməli, əkov 10 və 12. 10 və 12 ədədlərinin əkovu da 60-a bərabərdir. Düzgün cavab variantı C olacaq bir də. İkinci sual A ədədi A plus B-nin 60%-nə bərabərdir. A ədədi A üstə gəl B-nin 60%, yəni 5-də 3 hissəsidir. Hər tərəfi 5-ə vuraq. 5A bərabərdir 3A, üstünə gəl 3B. Daha sonra hər tərəfdən 3A çıxsa qalar 2A bərabərdir 3B. Onda buradan taparıq ki, A bölünsün B bərabərdir 3 bölünsün 2. A ədədi B-nin neçə faizidir? A-nı B-nin neçə faizi olduğunu bilmək üçün A bölü B nisbətin 100%-i vurmaq lazımdır. 2-də 3-ü 100%-ə vuranda 1,5-i 100-ə vuranda 150%. Düzgün cavab olacaq burada da B variantı. Üçüncü sual. AOB açıq bucağının tərəfləri arasından OS şüası keçirilmişdir. Şəkili çəkək. Deməli, AOB açıq bucaqdır. OS şüası keçirilib. Şüası keçmiş alınmış bucaqların tənbölənləri arasında qalan bucağın qiymətini tapın. Alınmış bucaq AOS və BOS-dir. AOS-nin tənböləni və BOS-nin tənböləni arasındakı bucağı tapaq. AOS-nin tənböləni onu 2 bərabər hissəyə, həmçinin BOS-nin də tənböləni onu 2 bərabər hissəyə ayıracaq. AOB açıq bucaq olduğuna görə 2 alfa üstə gəl 2 beta 180 dərəcədir. Onda alfa üstə gəl beta bərabərdir 90 olacaq və alfa üstə gəl beta bu tənbölənlər arasında qalan bucaqdır. Yəni DOY bucağı. Bucaq DOY soruşulurdu. Bu da 90 dərəcə olacaq. 3-də D variantı. Dördüncü sual. N parametrinin hansı qiymətində bərabərliyi doğrudur? (14) çıxılsın m-inci dərəcədən 216 6-nın kubudur bərabərdir 6. Bu ifadənin əvəzinə 6 üstü 3 bölünsün 14 çıxılsın m yaza bilərik. Bərabərdir 6 üstü 1. Onda 3 bölünsün 14 çıxılsın m 1-ə bərabərdir. 14 çıxılsın m 3-ə bərabərdir. M bərabərdir 11. M parametrinin hansı qiymətində bərabərliyi doğru olar? 11 qiymətində düzgün cavab D olacaq. 5-ci sual. X kvadrat çıxılsın 2x üstə gəl y kvadrat 36 olarsa və x, y cəmi 4 verilib. Tənlilər sisteminin y çıxılsın 4x fərqinin böyük qiymətini tapın deyilir. Deməli, birinci ifadə x çıxılsın y-in
tam kvadratıdır. Bərabərdir 36-ya. X və Y-in cəmi 4-dürsə, onda birinci ifadədən alırıq ki, modulca X çıxılsın Y bərabərdir 6-ya. X və Y-in cəmi 4-ə bərabərdir. Əgər X çıx Y müsbət olsa, yəni X Y-dən böyük olsa, onda X çıx Y bərabər 6, X üstə gəl Y bərabərdir 4 olar. Və ya X çıxılsın Y bərabər -6, X və Y-in cəmi isə 4'dür. Bu iki hala baxaq. Birinci halda X bərabərdir 6 və 4-ün ədədi ortasına, yəni 5-ə. Y bərabərdir. X 5-dirsə, Y də -1-ə bərabərdir. Və ya ikinci halda isə toplasaq bunları tərəf-tərəfə 2x bərabərdir -2, x bərabər -1. X -1-dirsə, Y 5-ə bərabərdir. Y çıxılsın 4x ifadəsinin ən böyük olması üçün onda x -1, Y 5, yəni bu ikinci halda mümkündür. Y-in əvəzinə 5, x-in əvəzinə -1 yazsaq, -4 vur -1 bərabərdir 9. 5-ci sualda A variantı olacaq düzgün cavab. 6-cı sual. Doğranı 4, hündürlüyü 3 olan konusun oturacağının sahəsini tapın. Konusdur. Konusun oturacağının sahəsini soruşur. Doğran 4, hündürlüyü 3. Oturacağın radiusunu tapaq. R kvadrat bərabərdir 16 çıxılsın 9. R-in kvadratını tapsaq, 16-dan 9, 7. Oturacağın sahəsi pi r kvadrat olduğuna görə bu bərabər olacaq 7 piyə. Kvadratı 7 olduğuna görə 7 piyə. Düzgün cavab olacaq Y variantı. 7-ci sual. Düzbucaqlı şəklində olan kafellərdən şəkildəki kimi mozaikalar düzəldilmişdir. Buna görə 20-ci şəkildə olan mozaikada neçə ədəd kafeldən istifadə edildiyini tapın. Baxın, birinci şəkildə buna ardıcıllıq kimi baxsaq, deməli birinci şəkildə 4 dənə, yəni ortada 2 dənədir, ümumi 4 dənə. İkinci şəkildə 9 dənə, A2 bərabərdir 9 dənə. Onda üçüncü şəkildə 16 dənə olacaq. Yəni birinci şəkildə 2-nin kvadratı, ikinci şəkildə 3-ün kvadratı, ortada neçə ədəd varsa onun kvadratı qədər ümumi kafel olur. Onda 20-ci addımda, baxın, birinci addımda 2-nin kvadratı, ikinci addımda 3-ün kvadratı olursa, onda 20-ci addımda 19-un, daha doğrusu 21-in kvadratı olacaq. Bu da 441. Yəni düzgün cavab variantı B olacaq. 8-ci sual. Bir rəqəmli natural ədədlər çoxluğunun alçoxlularının sayını tapın. Bir rəqəmli natural ədədlər çoxluğu 9 elementdən ibarətdir. 1, 2 və 9-a kimi. Alçoxluqların sayı bilirik ki, 2 üstü, bu bir alçoxluq olsa, 2 üstü n-aya, yəni 2 üstü 9-a, bu da 512-yə bərabərdir. 8-ci sualda düzgün cavab C variantı. Xarici bucaqlarından biri 40 olan paralleloqramın böyük daxili bucağı ilə böyük xarici bucağının cəmini tapın. Şəkili çəkək. Xarici bucaqlarından biri 40 dərəcədir. Xarici bucaq əgər 40 dərəcədirsə, paralleloqramda onda onunla qonşu olan daxili bucaq 140 dərəcə olacaq. Onda digər xarici bucaq 140 çarpaz, daxili çarpaz bucaqlara görə. Digər xarici daxili bucağı isə iti bucağı olan daxili bucağı isə 40 dərəcə olacaq. Paralleloqram böyük daxili bucağı ilə böyük xarici bucağının cəmini tapın. Böyük daxili bucağı 140, böyük xarici bucağı da 140-dır. 140 və 140-ın cəmi bərabərdir 280 dərəcə. Düzgün cavab C variantı olacaq. 10-cu sual.
Funksiyanın təyin oblasti mənfi sonsuzluq 6, 6 müsbət sonsuzluq olarsa qiymətlər çoxluğunu tapın. Funksiyanın təyin oblasti funksiya kəsr rasional funksiyadır və məxrəcdə verilən ifadə 2x çıxılsın m üstəgəl m üstəgəl 2-dir. M çıxılsın 2x çıxılsın 3 bunun surətidir. Funksiyanın təyin oblasti. Bu funksiyanın təyin oblastını əvvəlcə tapaq. Bu funksiyanın təyin oblasti 2x çıxılsın m üstəgəl 2 fərqlidir 0. 2x fərqlidir m üstəgəl 2, x fərqlidir m üstəgəl 2 bölünsün 2. Şərtə görə təyin oblasti mənfi sonsuzluq 6, 6 müsbət sonsuzluqdur. Yəni bu o deməkdir ki, x 6-dan fərqlidir. X 6-dan fərqlidir və ya x 6-dan fərqlidir deməkdir. Onda buradan belə nəticəyə gəlmək olar. M üstəgəl 2 bölünsün 2 6-ya bərabərdir. M üstəgəl 2 12. M bərabərdir 10 olar. Onda funksiyanın qiymətlər çoxluğunu soruşur. Funksiyanın qiymətlər çoxluğunu tapaq. İndi f(x)in əvəzinə y yazıram. Deməli, m-in əvəzinə 10 yazsaq eləyəcək 8x çıxılsın 3. Aşağıda da həmçinin 12. Bu qiymətlər oblastını tapmaq üçün tərs funksiyasının təyin oblastını tapa bilərik. Açaq tənasüblə. Deməli, 2xy çıxılsın 12y bərabərdir 8x çıxılsın 3. Və x-ləri bir tərəfə yığaq. 2xy çıxılsın 8x bərabərdir 12y çıxılsın 3. Buradan 2x-i mötərizə xaricinə çıxardaq. Qalacaq burada y çıxılsın 4 bərabərdir 12y çıxılsın 3 və x-i tapsa buradan alarıq ki 12y çıxılsın 3 bölünsün y çıxılsın 4 vurulsun 2. Burada tam tərs funksiyasını tapmasaq da olar. Buradan görürük ki, y 4-dən fərqli ədəd olmalıdır. Yəni, funksiyanın qiymətlər oblasti y fərqlidir 4, yəni mənfi sonsuzluq 4, 4 müsbət sonsuzluq. Tərs funksiyanı tapsaq da eyni şeyi alarıq. Bunun tərs funksiyası olsun y üstü mənfi 1 bərabərdir 12x çıxılsın 3 bölünsün 2 vurulsun x çıxılsın 4. Bunun tərs funksiyasının, yəni bu funksiyanın təyin oblasti verilmiş funksiyanın qiymətlər çoxluğudur. Bunun da təyin oblasti x fərqlidir 4 olduğuna görə verilmiş funksiyada y 4-dən fərqli qiymətlər almalıdır. Ona görə düzgün cavab B variantı olacaq. 11-ci sual. Funksiyanın böhran nöqtələrini tapın. Funksiyanın böhran nöqtələri törəmənin 0-a bərabər olduğu və ya törəmənin olmadığı daxili nöqtələrə deyilir. Bu funksiyanın törəməsini tapaq. Edir x kvadrat çıxılsın 14, x üstünə gəl 24. Bu funksiyanın törəməsinin olmadığı daxili nöqtə yoxdur. Deməli, bunun bütün böhran nöqtələri törəməsinin sıfırları olacaq. Əgər varsa. Bərabərdir 0. Bu törəmənin sıfırlarını tapaq. Deməli, cəmi 14, köklərin cəmi 14, köklərin hasili 24 isə deməli, bunun kökləri biri 2, digəri isə 12 olacaq. Deməli, bu funksiyanın böhran nöqtələri 2 və 12-dir. Y variantı. 12-ci sual. Müstəvi üzərində A nöqtəsindən, 12 müstəvi üzərində A nöqtəsindən radiusu 6 olan çevrəyə qədər olan ən qısa məsafə 2 olarsa, ən uzaq məsafənin ala biləcəyi qiymətlərin cəmini tap. Deməli, çevrədir və müstəvi üzərində bir A nöqtəsi qeyd olunub. Bu A nöqtəsindən radiusu 6 olan çevrəyə qədər olan ən qısa məsafə. Ən qısa məsafə şəkildə AB məsafəsidir. Burada ən qısa məsafə buradır 2. Radius da 6 olarsa, onda burada çevrəyə A nöqtəsinin çevrəyə qədər olan ən uzaq məsafə isə A nöqtəsinin çevrənin mərkəzi ilə birləşdirib çevrəni ikinci dəfə kəsdiyi nöqtəyə qədər məsafə. Yəni ki, bu AC məsafəsi olacaq. AC məsafəsi olacaq
AC məsafəsi bərabər olacaq burada 2, 6, 6. Yəni 14. Deməli, məsafə ən çoxu 14 olar. Bəs ən çoxu nə olacaq? Ən azı neçə olacaq? Ən azı neçə olmağın digər bir şəkil çəkib göstərək. İkinci halda belədir ki, A nöqtəsi ən qısa olması üçün çevrənin daxilində yerləşsə, bir halda budur. A nöqtəsi yerləşsə burada, onda çevrəyə qədər ən qısa məsafə AB 2, ən uzaq məsafədə bu halda radius 6 olduğuna görə bu halda AC məsafəsidir yenə ən uzaq məsafə burada. Ən uzaq məsafə bu dəfə 4 və 6-nın cəminə, yəni 10-a bərabər olacaq. Deməli, bu iki məsafənin cəmi soruşulduğuna görə cavab olacaq 10 və 14-ün cəmi, yəni 24 A variantı. 13-cü sual. 13-cü sualda yeni dəyişən daxil etsək, 3 üstü x bərabərdir t əvəzləməsi aparaq. Onda tənlik olacaq t kvadrat çıxılsın 30t üstünə gəl 81 bərabərdir 0. Tənliyin köklərinin cəmini tapın deyilir. Tənliyin köklərinin cəmini tapmaq üçün bu əvəzləmə ilə aldığımız tənlikdə t1 və t2 hasilini əvvəlcə tapaq. t1 vurulsun t2 bərabərdir müsbət 81-ə. T1 əvəzləməni kökləri tapandan sonra T1 gətirib, baxın burada yerinə yazandan sonra alırıq ki 3 üstü x1 bərabərdir T1, 3 üstü x2 bərabərdir T2. Onda buradan çıxır ki T1 vur T2 bərabərdir 3 üstü x1 üstə gəl x2. Bu da bərabərdir 81-ə. Vurulanda üstlər topla. Elə bu iki bərabərliyi tərəf-tərəfə vurduq. Onda 3 üstü x1 üstə gəl x2 bərabərdirsə 3-ün kvadratına 3 üstü 4-ə daha doğrusu x1, x2 cəmi soruşulur. Bu da 4-ə bərabər olacaq. D variantı. 14-cü sual. Y bərabərdir kök altında x, y bərabər mənfi kök altında x və y bərabərdir 4 xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Y bərabər kök altında x, y bərabər mənfi kök altında x, y bərabər mənfi kökdə x və y bərabərdir, x bərabərdir 4. X bərabərdir 4. Bu da 0. Demək, burada y bərabər kök altında x və y bərabər mənfi kök altında x, y bərabərdir x, daha doğrusu x oxuna görə simmetrik olduğuna görə bu sahələr bir-birinə bərabər olacaq. Yəni, hər ikisinin x oxu ilə əmələ gətirdiyi sahə bərabər olacaq. Onda bu sahələrdən birini hesablayıb 2-yə vuraq. S bərabərdir integral 0-dan 4-ə kimi kök altında x dx. Sahə buna bərabərdir. Bu da bərabərdir x üstü 0-dan 4-ə x üstü 2-də 1 dx deməkdir. Eləyir x üstü 2-də 3 vurulsun 3-də 2 0-dan 4-ə. 4 qoysaq 3-də 2 vurulsun 4 üstü 2-də 3. 2-nin kubu 8, 16 bölünsün 3. 1 bucağı 1 birinin sahəsi 3-də 16-dırsa, onda ikisinin sahəsi 2s bərabərdir 3-də 32 olacaq. Bu da bərabərdir 10 tam 3-də 2. 10 tam 3-də 2 B variantı 14-cü sualda. 15-ci sual. 15-ci sualda ABCD paralelogramın diaqonallarının kəsişmə nöqtəsindən tərəflərə paralel düz xətlər çəkilmişdir. Bu nisbəti tapın deyir. ABCD paralelogramında tərəflərə paralel çəkilmiş düz xətlər
onu 4 dənə bərabər paralleloqrama ayırır və paralleloqramın diaqonalı onun sahəsini bərabər böldüyünə görə bu sahələrin hər biri bərabərdir. Onda ümumi paralleloqramın sahəsi bərabər olur 8S-ə. MBY-onun sahəsi bərabərdir 2S-ə. AOKD-nin sahəsi SAOKD-nin sahəsi bərabərdir 3S-ə. Onda bunların nisbəti 2 bölünsün 3-ə bərabərdir. B variantı olacaq düzgün cavab. 16-cı sual. Limit x yaxınlaşır A-ya. X çıxılsın 3 vurulsun. X çıxılsın 5 bölünsün. X çıxılsın 3 bərabərdir 14. X çıx 3-ləri ixtisar aparsaq, yerdə qalacaq burada. A çıxılsın, X çıxılsın 5. Orada da X A-ya yaxınlaşdığına görə A çıxılsın 5 bərabər 14. A bərabərdir 19. Düzgün cavab D variantı olacaq. 17-ci sual. 6 müsbət 3 mənfi ədəddən 6 müsbət və 3 mənfi ədəddən hasilinin müsbət olduğu 3 ədədi neçə üsulla seçmək olar? Hasilin müsbət olması üçün deməli, ya hər 3 ədəd müsbət olmalıdır, ya ikisi, ya biri müsbət, ikisi mənfi olmalıdır. Başqa halda yoxdur. Deməli, birinci halda neçə üsulla 3 müsbət ədəd seçmək olar? 3 müsbət ədədi kombinizon 6 elementdən 3 üsulla. İkinci halda isə 1 müsbət, 2 mənfi. 1 müsbət ədədi kombinizon 6-dan 1-ə, 2 mənfi ədədi kombinizon 3-dən 2-yə üsulla seçmək olar. Bunu hesablasaq 6-dan 3 eləyəcək 20, 6-dan 1-ə 6 vurulsun, 3-dən 2-yə kombinizon 3-dən 2, 3 bərabərdir 20, üstə gəl 18 bərabər 38. Düzgün cavab B variantı olacaq. 18-ci sual. Simmetriya çevirmələri ardıcıllığı hansı bənddə düzgün verilmişdir? Birinci halda görüldüyü kimi 4-5 nöqtəsi mənfi 4, mənfi 5 nöqtəsinə keçibsə, deməli, burada koordinat başlanğıcına görə simmetriya var və B nöqtəsi C nöqtəsinə keçərkən onun koordinatlarının yerləri dəyişib. Bu isə y bərabər x düz xəttinə görə simmetriyada olur. Deməli, düzgün cavab variantı olacaq Y variantı. 19-cu sual. 19-cu sualda y bərabərdir loqaritm 3 əsasdan x kvadrat çıxılsın 8x üstə gəl m funksiyasının təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq olarsa, m parametrinin ən kiçik tam qiyməti üçün funksiyanın qiymətlər çoxluğunu tapın. Mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün deməli bu ifadə həmişə müsbət olmalıdır. Həmişə müsbət qiymət almalıdır. Həmişə müsbət qiymət alması üçün də diskriminant mənfi olmalıdır. Diskriminant bərabərdir 64 çıxılsın. 4 dəfə m, 4m kiçikdir 0 olmalıdır. Buradan alırıq ki, m böyükdür 16-dan. M 16-dan böyükdürsə, deməli, ən kiçik tam qiymət m bərabərdir 17 olar. Onda loqaritm 3 əsasdan x kvadrat çıx 8x üstünə gəlinsin 17. 17-nin də 16 üstə gəl 1 yazıram. Bərabərdir. Loqaritm 3 əsasdan x çıxılsın 4-ün kvadratı üstünə gəlinsin 1 bərabərdir. Bu ifadədə ən kiçik qiymət 1-dir. Burada ən kiçik qiymət 1-dir. Deməli, bu ifadə ən kiçik 1 olursa, deməli, onda verilmiş funksiyanın ən kiçik qiyməti loqaritm 3 əsasdan 1, yəni 0-a bərabər olacaq. Ən kiçik qiyməti 0-dırsa, onda qiymətlər çoxluğu 0-dan müsbət sonsuzluğa olacaq.
Düzgün cavab variantı B. 20-ci suala baxaq. X 4 çıxılsın 8x kvadrat üstünə gəl m kvadrat üstünə gəlsin 12 bərabərdir 0 tənlini 2 müxtəlif həqiqi kökü olarsa, m parametrinin böyük qiyməti ilə tənliyin böyük kökünün cəmini tapın. Bu halda x kvadrat bərabərdir t əvəzləməsi aparsaq, tənliyi t kvadrat çıx 8t üstünə gəl m kvadrat üstünə gəlsin 12 bərabərdir 0 şəklinə düşər. Burada x kvadrat müsbət olduğuna görə, yəni t müsbət olduğuna görə bu tənliyin 2 bərabər kökünün olması üçün gərək burada yeganə bir t qiyməti olsun. Bu da nə vaxt mümkündür? Bu da diskriminant 0-a bərabər olduqda mümkündür. Yəni bu ifadə tam kvadrat olduqda mümkündür. Bu da tam kvadrat olması üçün gərək m kvadrat üstünə gəl 12 16-ya bərabər olsun. Onda m kvadrat 4-ə bərabərdir. M bərabərdir. Müsbət mənfi 2. Müsbət mənfi 2 olacaq. M parametrin böyük qiyməti ilə M parametrinin böyük qiyməti 2-dir. Tənliyin böyük kökünün. Tənliyin böyük kökü 2-ni yerinə yazsaq, tənlik olacaq x üstü 4 çıx 8x kvadrat üstünə gəlinsin 16 bərabər 0 olacaq x kvadrat çıxılsın 4-ün kvadratı bərabər 0. Buradan da alınır x kvadrat çıx 4 0-dır. Yəni x bərabərdir müsbət 2 və x bərabərdir mənfi 2-dir. Deməli, tənliyin böyük kökü 2 olacaq. Tənliyin böyük kökü ilə m parametrin böyük qiymətinin cəmi isə 4 olacaq. Cavab olacaq D variantı. Daha sonra 21-ci sual. Müstəvi xaricində verilmiş nöqtədən həmin müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirin. 2 mail çəkilmişdir. Maillərin uzunluğu 12-yə bərabər olarsa, maillərin oturacaqları arasındakı məsafənin ən kiçik natural qiyməti ilə ən böyük natural qiymətinin cəmini tapın. 21-ci sualda deməli, verilmiş nöqtədən bir mail çəkilib, 2 mail çəkilib və bu maillərin uzunluqları hər ikisi 12-dir. 12 maillərin uzunluqları 12. Bu bucaqlar 60 dərəcə və onda bu 30 dərəcə olmağından alırıq ki, deməli, BC proyeksiyası 6-dır, CD proyeksiyası 6-dır. İndi bu maillərin oturacaqları arasındakı məsafə, yəni B və D nöqtəsidir oturacaqlar. Bu iki nöqtə arasındakı məsafə ən çoxu bu maillər bir düz xətt üzərində yerləşəndə, yəni bu bucaq alfa bucağıdır. Alfa bucağı BCD bucağı açıq bucaq olduqda, yəni bu halda 12, 12, burada 6, 6 düşəcək. Maksimum bu halda ola bilər və bu halda maksimum natural qiymət soruşur. Ən böyük natural qiymət olacaq, deməli, 12. Ən azı isə deməli, tərəfləri 6, 6 və arasında müəyyən bir alfa bucağı olan bir üçbucaqdır. Bu üçbucağın üçüncü tərəfi bilirik ki, burada 0 və 12 arasında qiymət ala bilər. Ən azı da natural qiymət kimi 1 götürə bilərik. Deməli, BD ən azı 1-dir, ən çoxu 12-dir. Cəmi isə 13 olacaq. Düzgün cavab C variantı. 22-ci sual. 5 üstəgəl 2 kompleks ədədi üçün Z-in kvadratı üstünə gəlsin. Z-in qoşmasının kvadratı bərabərdir. Bu ifadənin qiymətini hesablayıb. Bu bərabərdir. 5 üstəgəl 2 üstünə gəl. 5 çıxılsın 2-nin kvadratına bərabərdir. Sadələşdirək bunu. 25 üstünə gəlsin 20 çıxılsın
Üstünə gəlinsin 4i kvadrat yazaq. Üstünə gəlinsin 25 çıxılsın 20i üstünə gəlinsin 4i kvadrat bərabərdir. 20 ilər islah olundu. Qaldı 50 üstünə gəl 8i kvadrat, yəni 50 çıxılsın 8 42. Düzgün cavab olacaq D variantı. 23-cü sual. Kosinus 8x bərabərdir. Kök altında tangens x vurulsun kotangens x çənliyinin 0-2pi aralığına düşən köklərinin sayını tapın. X-in bütün mümkün qiymətlərində tangens x və kotangens x qiymətlərinin hasili 1-ə bərabər olduğuna görə kosinus 8x bərabərdir 1 olur. Burada tangensin məxrəci kosinus x 0-dan fərqlidir və kotangensin məxrəci sinus x 0-dan fərqli olmalıdır. Bu şərt daxilində tənliyi həll eləyək. Onda buradan 8x bərabərdir 2pi k, x bərabərdir pi k bölünsün 2 k daxildir z alarıq. Vahid çevrə üzərində sinus x-in və kosinus x-in 0-a bərabər olduğu qiymətləri çıxsaq, ümumi həldən, bu aldığımız həldən, yəni nəyi çıxırıq? Bu 4 qiyməti sinus və kosinusun 0-a bərabər, sinus və ya kosinusun 0-a bərabər olduğu qiymət. İndi pi k bölünsün, burada 4 olmalıdır, 2 yazmışam səhvən. Deməli, bu 4 qiyməti çıxsaq, pi k bölünsün 4, pi böl 4 var. Daha sonra burada 3pi böl 4 var. Daha sonra 5pi böl 4 və 7pi böl 4 var. 7pi bölünsün 4 var. Bu 4 qiymət və bunlarla üst-üstə düşən qiymətlər tənliyin ümumi həlli olacaq. Yəni tənliyin ümumi həlli x bərabərdir pi böl 4-ün tək misilləri. Yəni 2k çıxılsın 1. Bunu n yazaq. 2n çıxılsın 1. Yəni mənfi pi bölünsün 4. Üstünə gəl. Pn böl 2 n tam ədəddir. Verilmiş aralığa düşən kökləri isə n-in 1 qiymətinə uyğun pi bölünsün 4-dür. Sonra 3pi bölünsün 4-dür. Tək qiymətləri vahid çevrədə də qeyd eləmişəm həmin qiymətlərdir. 5pi böl 4 və 7pi bölünsün 4-dür. Deməli, verilmiş aralığa 4 kökü düşür. 23-də cavab olacaq 4. 24-cü sual. Vahid vektorları üçün skaler asilini tapın. Skaler asilin xassəsinə görə bu hasili belə yaza bilərik. 49a-nın uzunluğunun kvadratı çıxılsın 4b-nin uzunluğunun kvadratı bərabərdir. A və B-nin uzunluğu 1 olduğuna görə 49 çıx 4 bərabərdir 45. Düzgün cavab 45 olacaq. 25-ci sualda surəti vuruqlara ayıraq. X çıx 9, x üstə gəl 9 bölünsün. X çıxılsın 5-in kvadratı kiçik bərabərdir 0 bərabərsizliyinin tam əllərinin sayını tapaq. Ədəd oxun çəksək. Burada mənfi 9, 9 və 5 var. Mənfi 9 və 9 daxildir, 5 daxil deyil. İşarəni yoxlayaq. Sol tərəfdəki ifadənin deməli işarəsini yoxlasaq. 9-dan böyük qiymətlərdən müsbət. 5 ilə 9 arasında mənfi, mənfi 9, 5 arasında mənfi, mənfi 9-dan kiçik qiymətlərdə yenə müsbət olur. Deməli, bərabərsizliyin həlli oldu. X daxildir, mənfi 9, 5, birləşir, 5, 9. Və yaxud bunu belə də yazmaq olar. X daxildir, mənfi 9, 9 parçası,
Yəni bir dənə 5-i çıxırıq bu aralıqdan. Aralıqdan 5-i çıxsa bu aralıqda 19 sayda 9 çıxılsın, -9 üstünə gəl 1. 19 sayda tam ədəd var. Bir dənə 5-i çıxsaq 18 olacaq. Düzgün cavab 28-də 18. 20 25-ci sualda 18. 26-cı sualda katetləri 12-16 olan düzbucaqlı üçbucağın düzbucaq təpəsinin hipotenuza paralel düz xətt çəkilmişdir. Medianların kəsişmə nöqtəsindən həmin düz xəttə qədər məsafəni tap. Şəkili çəkək. Katetləri 12-16. 12-16-sı onda Pifaqor teoreminə görə hipotenuz 20-yə bərabərdir. Düzbucaqlı üçbucağın düzbucaq təpəsinin hipotenuza paralel düz xətt çəkilmişdir. Buradan hipotenuza paralel düz xətt. Bunu fərqli rənglə göstərim. Deməli, medianların kəsişmə nöqtəsindən medianların kəsişmə nöqtəsini göstərək. Təxminən burada bir yerə düşür. Bu nöqtədən bura qədər məsafəni tapmalıyıq. Yəni bura bir J, burada bir K deyə JK məsafəsini tapmalıyıq. Bu JK məsafəsini tapmaq üçün belə eləyə bilərik. Hipotenuza çəkilmiş hündürlüyü tapıb, onu 2 böl 1 nisbətində bölək. Hipotenuza çəkilmiş hündürlük, yəni bu parça CH. CH bərabərdir 12 vurulsun 16 bölünsün 20. Bu da bərabərdir 4-ə 4 dəfə 5 dəfə, deməli 9,6 eləyəcək. 9,6 ümumidir. Bu xətt hipotenuza paralel olduğuna görə bunu belə də başa düşmək olar ki, bu J nöqtəsindən bu qırmızı rənglə göstərdiyim, yəni hipotenuza paralel olan xəttə bir dənə də paralel bir düz xətt çəksək, əslində J-dən K-ya qədər məsafə bu iki düz xətt, paralel düz xətt arasındakı məsafə deməkdir. Bu məsafə də medianlar kəsişmə nöqtəsində 2 bölünsün 1 nisbətində bölündüyünə görə onda CH da 2 bölünsün 1 nisbətində bölünəcək C təpəsindən başlayaraq. Onda 9,6-nı bölərik 2 və 1-ci əminə 3-ə eləyəcək 3,2. 3,2-ni 2-yə vursaq 6,4. Düzgün cavab olacaq burada 6,4. 27-ci sual. Uyğunluğu müəyyən edin. Trigonometri funksiyalar üçün uyğunluğu müəyyən edin. Birinci, qiymətlər çoxluğu -pi bölü 2 pi bölü 2. Bu arcsinus x funksiyasına aiddir. Qiymətlər çoxluğu -1 1. Bu sinus x funksiyasına aiddir. Təyin oblastı -1 1. Bu arcsinus x-ə aiddir. Qiymətlər çoxluğu -pi bölü 2 pi bölü 2 intervalı. Bu arctangens x-ə aiddir. Təyin oblastı -sonsuz 0 0 müsbət sonsuzluq. Belə bir funksiya yoxdur. Təyin oblastı buna bərabər olan funksiya yoxdur. Düzgün cavab B, A, C, D. Sonra 29, 28, 29, 30-cu suallar. Dirsexdə radiusu 30 sm olan dairə şəklində dəmir lövhələrdən konus formasında qablar düzəldirlər. Konusun yan səthi üçün bu lövhədən onunla eyni mərkəzə malik olan 72 dərəcəli sektor kəsildikdən sonra qalan hissədən istifadə edilir. Yəni belə bir dairədir. Bu dairədən 72 dərəcəli bir hissə kəsilir və qalan hissədən, yəni bu hissədən konus düzəldilir.
Gün ərzində düzəldilmiş qablar 1:4 nisbətində uyğun olaraq ağ, göy və qara boya ilə rənglənmişdir. Bir qabın satış qiyməti maya dəyərindən 25% çox olmaqla 2,5 manata planlaşdırılmışdır. Eyni dəmir lövhədən konusun oturacağı üçün istifadə edildikdə müəyyən hissə kəsilib atılır. Atılmış hissənin səthinin sahəsini tapın. Deməli, dəmir lövhə bu formadadır və ondan 72 dərəcəlik sektor kəsilir. Daha sonra qalan hissədən konus düzəldilir. İndi gəlin bu konusun ölçülərini tapaq. Yəni oturacağın radiusun və hündürlüyü. Doğranı 30 olacaq bu konusun. Bunu büküb qatladıqdan sonra 30 dərəcə, daha sonra bu qövsün uzunluğu konusun oturacaq çevrəsinin uzunluğu olacaq. Bu qövsün uzunluğu S bərabərdir 2 pi r vurulsun 360'da alfa düsturuna görə bu 72 dərəcə bütöv çevrənin 5də 1 hissəsi elədiyinə görə yerdə qalan hissə isə çevrənin 5də 4'ü eləyəcək. Yəni ümumi çevrənin uzunluğunun 5də 4 hissəsi 2 vurulsun pi vurulsun 30 vurulsun 5də 4'ə. Deməli, burada ixtisar aparsaq 6 dəfə 24 48 pi. Deməli 48 pi olacaq bu oturacaq çevrəsinin uzunluğu. Onda 48 pi bərabərdir 2 pi, buna bir R1 desək, bunun radiusuna, konusun radiusuna R1 desək, onda R1 bərabərdir 24 eləyəcək. Onda konusun oturacağının sahəsi eləyəcək. S oturacaq bərabərdir pi vurulsun R-in kvadratı. Bu da bərabərdir 576 piyə. Konusun yan səthi ilə eyni böyüklükdə olan bu dairə sektorunun, yəni bu konusun yan səthinə bərabərdir. Bütöv dairənin sahəsi isə 900 pidir. Yəni S dairə bərabərdir 900 pidir. Onda kəsilib atılan hissə soruşulur bizdən. Oturacaq dairəsi kəsilir və yerdə qalan hissə atılır. Onda qalan hissənin sahəsi eləyəcək S bərabərdir 900 pi çıx 576 pi. Bu da bərabərdir 4, deməli 2, 3, 324 pi. Deməli, birinci situasiyanın birinci sualda 28-ci sualda olacaq 324 pi. Bunların da vahidlərin yazıq santimetr kvadrat. 324 pi santimetr kvadrat olacaq. 29-cu sual. Gün ərzində düzəldilmiş qablardan ardıcıl seçilən iki qabdan birincinin qara, ikincinin ağ olması hadisəsinin ehtimalı 78'də 5 olarsa göy rəngli qabların sayını tapın. Deməli, burada deyir ki, gün ərzində düzəldilmiş qablar 1:4 nisbətində uyğun olaraq ağ, göy və qara. Deməli, ağ, göy və qara nisbətləri 1, 3 və 4 nisbətindədir. 29-cu sual. Gün ərzində düzəldilmiş qablardan ardıcıl seçilən iki qabdan birincinin qara olması ehtimalı eləyəcək 8x-də qara 4x-dir vurulsun ikincinin ağ olması ehtimalı artıq ikinci halda mümkün halların sayı 8x çıx 1 olacaq. Bir kürə azaldı deyə, bir deməli qab azaldı deyə. Və x-dir bərabərdir 78'də 5. Burada ixtisarları aparaq bir dəfə, 2 dəfə, 2 hər tərəfi 2'yə vursaq qalacaq burada 39'da 5.
Daha sonra tənasüblə açaq. 39x bərabərdir 40x çıxılsın 1-ə, 5-ə. Buradan x bərabərdir 5 tapılır. X 5-dirsə bizdən göy rəngli kürələri soruşurdu. Göy rəngli kürələrin sayı 15 olacaq. 29-cu sualda düzgün cavab 15 və 30-cu sualda bir qabın mayə dəyəri 10% bahalaşdıqdan sonra əvvəlki faiz qədər qazanc əldə etmək üçün satış qiyməti neçə olmalıdır? İndi baxaq, bir qabın satış qiyməti mayə dəyərindən 25% çoxdur. Satış qiyməti mayə dəyərindən 25% çoxdur. Çox olmaqla 2,5 manata satılır. Yəni mayə dəyəri əgər M olsa, bu mayə dəyərin 25% artırırlar, satış qiyməti alınır. Vurulsun 25% artırsa 1,25-ə vurarıq. Bərabər olar 2,5. Onda M-i tapsaq buradan eləyəcək 2. M2-dir. Və 30-cu sualda deyir, bir qabın mayə dəyəri 10% bahalaşdıqdan sonra, yəni 2-ni 10% bahalaşdırsaq, vurarıq 1,1-ə, eləyəcək 2,2 manat. Sonra əvvəlki faiz qədər qazanc əldə etmək üçün satış qiyməti neçə olmalıdır? Əvvəlki faiz qədər qazanc əldə etmək üçün onda 2,2-ni vurarıq 1,25-ə. Bunu hesablayaq. Deməli 1,25 vurulsun 2,2-yə. 250 bərabər olacaq 2,75 bərabərdir 2,75 manat. 30-cu sualda düzgün cavab olacaq 2,75.